Salam əziz abituriyentlər və fizika sevərlər. Bu videoda biz dəyişən sürətli hərəkət, təcil və bərabər təcilli hərəkət haqqında söhbət edəcəyik. Əvvəlcə deyək, dəyişən sürətli hərəkət nədir? Dəyişən sürətli hərəkətdə sürətin qiyməti və ya istiqaməti dəyişir. Yəni sürətin istiqaməti və ya qiyməti dəyişərsə, belə hərəkət adlanır dəyişən sürətli hərəkət. Dəyişən sürətli hərəkəti anlamaq üçün təcil adlanan kəmiyyətdən istifadə olunur. Təcil nə üçündür? Dəyişən sürətli hərəkəti başa düşmək üçün istifadə olunan kəmiyyət. İndi ümumi olaraq təcil haqqında söhbət edək. Deməli, təcil əvvəlcə deyək ki, A hərfi ilə işarə olunur. İngiliscə acceleration sözünün baş hərfidir. Bu sözün baş hərfidir. İkinci təcil vektorial kəmiyyətdir. Yəni istiqaməti olan kəmiyyətdir. Üçüncü, təcil nəyi anlamaq üçün sırf istifadə olunur? Təcil sürətin dəyişmə yeyinliyini xarakterizə edir. Yəni sürət belə deyək, hansı templə artır və ya azalır. Bunu anlamaq üçün təcil adlanan kəmiyyətdən biz istifadə edirik. Təcilin vahidi 1 metr bölünsün saniyə kvadratıdır. Sonra söhbət edəcəyik ki, bu vahid bizdə hardan gəlir. Dördüncü, təcil akselerometr adlanan cihazla ölçülür. Akselerometr adlanan cihaz ilə ölçülür. İndi gəlir bu bərabər təcilli hərəkət anlayışı. Nədir bərabər təcilli hərəkət? Bərabər təcilli hərəkətdə təcilin qiyməti və istiqaməti necə qalır? Sabit qalır. A bərabər const. Yəni həm qiymət, həm də istiqamət necə qalacaq? Sabit qalacaq. Yəni təcilimiz bizim zamandan asılı olmur. Zaman oxu üzərində olanda təcil müsbət, zaman oxundan aşağı olanda təcil nə olur? Mənfi olur. Əlbəttə ki, burada biz söhbət edirik təcilin hər hansı bir proyeksiyasından. İndi biz A yazacağıq. Hər dəfə ayağına X falan, Y yazmırıq. İndi təcilimiz sabit qalır. Hansı hərəkətdə? Bərabər təcilli hərəkətdə. Və dimdə də olan sualların, dim və güvən olan sualların demək olar ki, 99%-i sırf bərabər təcilli hərəkətə aiddir. Yəni biz dəyişən təcilli hərəkəti dim proqramında araşdırmırıq, öyrənmirik. İndi bərabər təcilli hərəkətdən danışdıq. İndi görək bərabər təcilli hərəkətdə təcili necə tapırlar? Təcilin düsturunu yazırıq. Təcilin nəyi? Düsturu. Söhbət gedir nədən? Bərabər təcilli hərəkətdə təcil necə tapılır? Təcilin düsturu A bərabərdir. Sürət dəyişməsinin zamanı olan nisbətidir. Sürət dəyişməsinin zamanı olan nisbətidir və biz bunu yazacağıq sürətin zamana görə birinci tərtib törəməsi. Biz dedik həmçinin, dedik ki, təcil sürətin dəyişməsini bizə izah edir. Sürətin dəyişməsini zamana bölürəmsə, sürətin dəyişmə yeyinliyini tapıram. İstənilən bir kəmiyyəti zamana bölürəmsə, burada nəyinsə yeyinliyini, yəni cəldliyini və yaxud da ləngliyini anlayacağam, başa düşəcəm. Zamana bölmək budur. Çünki biz bir şey zamana görə tez baş verirsə, deyirik sürətlidir. Yəni cəld baş verir. Zamana görə bir şey gec baş verirsə, buna deyirik ləngidir. Yəni biz sürətli, cəldlik, yavaşlıq anlayışını zamana görə başa düşürük. Yəni zamana görə müəyyən edirik ki, tutalım ki, məsələn ilbiz ləng heyvandır. Niyə? Çünki misal üçün ilbizin 1 dəqiqə ərzində qət elədiyi məsafə çox aşağıdır, amma dovşan sürətli heyvandır. Dovşanın 1 dəqiqə ərzində qət elədiyi məsafə daha böyükdür. Yəni zamana görə biz bunu nə edirik? Tənzimləyirik. Beynimizdə zamana görə bunu algılayır. Deməli biz bərabər təcilli hərəkətdə təcili tapmaq üçün nə edirik? Sürət dəyişməsini zamana bölürük. İndi bilirik ki, əvvəlcə nəyə baxaq? Məsələn, delta x bu nədir? Bu koordinat dəyişməsidir. Bir kəmiyyətin dəyişməsini tapmaq üçün həmin kəmiyyətin son qiymətindən başlanğıc qiymətini çıxmaq lazımdır. Misal üçün ədəd əvvəl 10 idi, sonra oldu 40. Ədədin dəyişməsi, yəni delta ədəd nəyə bərabərdir? Son qiymətdən çıxıram başlanğıc qiyməti edir neçə?
30. Delta ədəd, yəni ədədin dəyişməsi neçə oldu? 30 oldu. İndi misal üçün biz əgər koordinatın dəyişməsini tapmaq istəyiriksə, x-dan nəyi çıxırıq? X0 çıxırıq. İndi eyni anlayış burada daxildir. Sürətin dəyişməsini tapmaq istəyirəm. Bu delta v-dir. Baxın, bu işarə, bu işarə bizdə delta işarəsidir. Delta işarəsi dəyişməni bildirir. V də sürətin şərti işarəsidir. V-dir. Velocity ingiliscə sürət deməkdir. İndi biz sürətin dəyişməsini tapmaq üçün V-dən nəyə çıxacaq? V0. Yəni bu V bizdə nədir? Son sürət. V0 isə bizdə başlanğıc nədir? Sürətdir. Son sürətdən əgər biz son sürətdən başlanğıc sürətə çıxsaq, tapırıq sürətin nəyini? Dəyişməsini. Bu zaman nədir? Bu zaman isə sürət məsələn hansı zaman arasında dəyişdi? Yəni dəyişməyə nə qədər zaman sərf olundu? Bu t dəyişməyə sərf olunan zamandır. Dəyişməyə sərf olunan zaman t-dir. Deməli yoldaşlar, o zaman biz təcilin düsturunu belə yaza bilərik. A bərabər delta v bölünsün t-yə, bu da bərabərdir. V çıxılsın v0 bölünsün nə? T. Sürət dəyişməsini bölürəm zamana, tapıram nəyi? Təcili. Aydın oldu? İndi yoldaşlar, burada nə edə bilərik biz? Vahid anlayışına baxaq. Təcilin vahidini tapmaq istəyəndə sürətin dəyişməsinin vahidini bölürəm zamanın vahidinə. Misal üçün belə bir sual verirəm. Deyirəm ki, avtomobilin sürəti 70 km/saat idi. Qaza basaraq sürücü sürəti qaldırdı. Misal üçün 140 deməyək 150 km/saata. Biz burada sürətin dəyişməsini tapmaq istəyəndə 150 km/saatdan çıxırıq 70 km/saat. Və burada sürətin dəyişməsi olur nə? 80 km bölünsün saat. Yəni yenə də dəyişmənin vahidi nə oldu? Km/saat oldu. Deməli biz sürət dəyişməsinin vahidi kimi bu halda biz 1 metr böl saniyə. İndi əsas vahidlərlə ifadə edirik deyə metr və saniyədən istifadə edirik. Zamanın vahidi kimi də saniyədir. 1 metr bölünsün saniyə. Bunu da yazırıq 1 metr böl saniyə. Yəni yuxarıdakı kəsir olduğu kimi qalır. Aşağıdakı ifadənin, yəni qiymətinin tərsini vururuq. Tərsinə vuranda bizim vahidimiz olur 1 metr böl saniyənin kvadratı. Bunu həmçinin belə yazmaq olar. 1 metr vurursun saniyə üstü -2. Mənfi üstü qüvvət kimi də bu formada yazmaq olur. Bu da bizim təcilin beynəlxalq vahidlər sistemində nə edir? Vahidinin çıxarılışıdır. Beynəlxalq vahidlər sistemində təcilin vahidi 1 metr böl saniyə kvadratı və yaxud da 1 metr vur saniyə üstü -2-dir. İndi yoldaşlar, biz dedik ki, təcil necə kəmiyyətdir? Təcil bizdə necə kəmiyyət idi? Vektorial kəmiyyət idi. Yəni necə? İstiqaməti var. Bura yazıram qısaca, ist var. Yəni istiqamət var. Zaten onsuz da biz bilirik ki, bütün kəmiyyətlərin qiyməti var. Yəni əgər söhbət kəmiyyətdən gedirsə, misal üçün deyirik ki, əsas kəmiyyət deyil, keyfiyyətdir. Biz kəmiyyət deyəndə burada say, nəyinsə sayın nəzərdə tuturuq. Onsuz da kəmiyyətcə bunun 100% ədədi qiyməti var. Bu kəmiyyətin istiqaməti olanda olur vektorial kəmiyyət, istiqaməti olmayanda olur necə kəmiyyət? Skalar kəmiyyət. Bu bizim təcil anlayışımızda, təcil kəmiyyətimiz də vektorial kəmiyyətdir. Yəni istiqaməti olan kəmiyyətdir. İndi baxırıq. Təcil istiqaməti olan kəmiyyətdir. Bəs bu bizim təcilimiz istiqaməti kimdən götürür? Biz bilirik ki, zaman skalar kəmiyyətdir. Bizim təcilin istiqaməti sürətin dəyişmə istiqamətində yönəlir. Təcilin istiqaməti nə olur? Təcil qeyd edilir bura. Təcil sürət dəyişməsi istində, yəni istiqamətində yönəlir. İndi bu ifadədə əgər sürətin dəyişməsi müsbətdirsə, bizim təcilimiz olur müsbət. Sürətin dəyişməsi mənfidirsə, bizim təcilimiz nə olacaq? Mənfi olacaq. Onsuz da bilirik ki, zaman həmişə necədir? Müsbətdir. Əgər bu müsbət olursa, təcil də müsbət olur. Mənfi olsa, təcil də nə olacaq? Mənfi olacaq. İndi yoldaşlar, misal üçün bir kəmiyyətin dəyişməsi müsbətdir. Baxın, biz delta v-ni tapanda yazdıq ki, v çıxılsın v0. Əgər son sürət başlanğıc sürətdən modulca böyük olarsa,
bizim delta V'miz sürət dəyişməmiz nə olacaq? Müsbət. Çünki böyükdən kiçiyi çıxanda müsbət olacaq. Yox, bizim son sürətimiz başlanğıc sürətdən kiçik olarsa, onda bizim sürət dəyişməmiz nə olacaq? Mənfi olacaq. Çünki balaca ədəddən çıxacaq böyük ədədi, cavab nə olacaq? Mənfi olacaq. Bizim yenə də qayıdıram. Təcil nə istiqamətində yönəldi? Sürət dəyişməsi istiqamətində yönəlir. İstiqaməti sürət dəyişməsi istiqamətindədir. İndi burada nə edirik? Deməli biz dedik ki, bərabər təcilli hərəkətdə qısaca yazıram. Bərabər təcilli hərəkətdə. Bərabər təcilli hərəkətdə təcil bizdə necə qaldı? Sabit qaldı. Yəni zamana görə dəyişmədi. Bizim düsturumuz A bərabər idi. V çıx V0 bölünsün T idi. Burada A'nın məxrəci 1'dir. Bunları çarpaz vursam, alıram V çıxılsın V0 bərabərdir. A vurulsun T'yə. Buradan V bərabər alıram V0 plus AT. Bu oldu yoldaşlar bizdə bərabər təcilli hərəkətdə sürət tənliyi və yaxud da deyəcəyik buna biz sürət zaman tənliyi. Və əlavə olaraq deyə bilərik ki, riyaziyyat olaraq bizim burada sürətimiz zamanın funksiyasıdır. Aydın oldu? Sürət tənliyimizin çıxarılışını elədik. İndi burada göründüyü kimi bizim sürətimiz V'miz, yenə düsturu yazıram. A bərabərdir. V çıxılsın V0 böl T. V'ni tapmaq istəyəndə oldu V0 plus AT-yə. Bu təcilin düsturudur. Bu isə sürətin. Yəni bu düstur mənə imkan verir ki, istənilən zaman, yəni V0-ın A'nın qiyməti müəyyən olunanda T'nin yerinə qoyub tapa biləcəm. Bizdə nə nümunə yazaq. Misal üçün, başlanğıc sürəti 5 olan bir avtomobil var. Təcili misal üçün 4'dür. Bunun sürət tənliyi olur. Sürət tənliyi V0 plus AT-dir. Gətirib qoyuram yerinə 5 üstə yenənsin. A'nın yerinə yazıram 4 T'yə. Düz? Bu oldu mənim sürət tənliyim. İndi necə T'nin yerinə 1 qoysam, zamanın 1-ci saniyəsində, yəni 1-ci saniyədə V bərabər 5 üstə yenənsin 4 vur 1. Sürətim olacaq neçə? 9. İndi zamanın yerinə misal üçün 2 qoysam, V bərabər 5 üstə yenənsin 4 vurulsun 2. Neçə olacaq sürət? 13 olacaq. Yəni zamanın yerinə istənilən bir qiyməti qoyub mən sürəti nə edə bilərəm? Hesab edə bilərəm. Fizikanın işi budur ki, mənə bir tənlik verir ki, həmin tənlikdən mən istifadə edeyim, cismin istənilən anda sürətini nə edim? Müəyyən edim. Aydın oldu. İndi yoldaşlar, bu bərabər təcil hərəkət anlayışın bunun necə biz başa düşək? Nə deməkdir bu bərabər təcil hərəkət anlayışı? Müəllim, bu nə məna verir? Mənası real həyatda nədir? Bərabər təcilli hərəkətdə sürət eyni qədər. Bax, bərabər təcilli deyirəmsə, bərabər təcilli hərəkət deyirəmsə, sürət eyni qədər artır və ya eyni qədər nədir? Azalır. Bərabər təcilli hərəkətdə sürət bərabər zaman fasilələrində eyni qədər artır və ya eyni qədər nədir? Azalır. Belə hərəkət olur. Necə hərəkət? Bərabər təcilli hərəkət. İndi misal üçün. Baxın, nə edirəm? Misal verirəm. Tutalım ki, avtomobilin sürəti, başlanğıc sürəti V0 bərabərdir 10 metr böl saniyədir. Və yazıram bura. Avtomobilin təcili də 2 metr böl saniyə kvadratıdır. Nədir bunun mənası? Mən bunu yazıram. A bərabər 2 metr böl saniyə kvadrat deyil. Bunun yerinə yazıram 2 metr böl saniyə böl saniyə. İndi diqqət edin bura. Təcil düsturu mənə dedi ki, A bərabərdir saniyədə 2 metr böl saniyə. Təcilin 2 metr böl saniyə kvadratı olmağı o deməkdir ki, bu cisim hər saniyə sürətini 2 metr böl saniyə artırır və ya nədir? Azaldır. Misal üçün, bu avtomobil sürətini V0 plus ya V0 plus deməyək. Misal üçün, 1 saniyə sonra
10 üstəyənsin 2 vur 1 olacaq sürəti. 2 saniyə sonra sürəti olacaq. 10 üstəyənsin 2 vurulsun neçə? 2. 3 saniyə sonra olacaq sürəti. 10 üstəyənsin 3 vurulsun 2. Yəni burada oldu 12, oldu burada 14, burada oldu 16 və s. 2-2 hər saniyə 2-2 nə edəcək? Artacaq. Təcilin mənası budur. Və yaxud da azalda bilər. Tutalım ki 10 çıxılsın 2 vur 1 və yaxud 10 çıxılsın 2 vurulsun 2 və yaxud 10 çıxılsın 2 vurulsun nəyə? 3-ə. Sürəti oldu 8, oldu 6, oldu neçə? 4. Yəni sürətin 2-2 nə etdi? 2-2 azaltdı. Burada isə 2-2 sürətin nə etdi dostlar? Artırdı. Aydın oldu. Məsələn, indi bir nümunə deyirəm. A bərabərdir. Misal üçün 40 metr böl saniyə kvadratı. Bu o demək ki, mən bunu yazacağım 40 metr böl saniyə böl saniyə. Deməli, bu cisim təcili 40 metr böl saniyə kvadratı olan cisim sürətin hər saniyə ya 40 metr böl saniyə artırır və ya azaldır. Aydın oldu. Misal üçün deyirəm ki, maşının sürəti 70-dir. Təcil də 40-dır. Maşın sürətini artırırsa 1 saniyə sonra 70 üstəyənsin 40 deyəcəksən. 2 saniyə sonra 70 üstəyənsin 40 vur 2. Yəni 80 qədər artıracaq. 3 saniyə sonra 120 qədər artıracaq. 70-in üstünə gələcəksən 120 gələcəksən. İndi biz sürət tənliyin dedik. Deməli bizim yenə də qaydıram təcilimizin düsturu oldu. V çıxılsın V0 böl T. Sürətimizin düsturu oldu V0 plus AT-yə. Buradan göründüyü kimi bizim sürətimiz T-dən, zamandan, yəni T-dən necə asılı oldu? Xətti asılı olur. Aydın oldu. Sürət zamandan xətti asılı olur. Hansı hərəkətdə? Bərabər təcilli hərəkətdə. Misal üçün yazıram V bərabərdir 4 üstəyənsin 2 T-yə. Model nətərdir bərabər təcildə? V bərabər V0 plus AT-dir. İndi burada görürəm ki, mən V0-ın yerinə 4 durub, A-nın yerinə 2 durub. Çünki T-nin qabağında duran ədəd təcildir. Yanında T olmayan isə nədir? V0-dır. Bu hərəkətdə V0 4-dür, A nədir? 2-dir. Bu hərəkət bərabər təcilli hərəkətdir. Çünki bərabər təcilli hərəkətdə V bərabər V0 plus AT-dir. Belə deyim, zamanın üzərində 1 qüvvəti var. T-nin üzərində 1 var. İndi əgər yazsam mən V bərabərdir 10 üstəyənsin 2T-nin kvadratı. Bu tənlikdə T kvadratı var deyə bu artıq bərabər təcilli deyil. Çünki bərabər təcilli hərəkətdə T-nin üzərində nə yerləşir? 1 yerləşir. Əgər T-nin üzərində 2 varsa, söhbət sürət tənliyindən gedir. T-nin üzərində 2 varsa, bu bərabər təcilli hərəkət olmayacaq. İndi müxtəlif nümunə yazım. Neçə dənə misal yazaq? A misalı. V bərabərdir 20 üstəyənsin 10T. Model nə formadadır? V bərabərdir V0 plus AT-dir. T-nin qabağında 10 durur. Deməli, mənim bu modelimdə V0-ın bərabər 20-dir. Bu tənliyimdə A nəyə bərabərdir? 10-a bərabərdir. İndi ikinci bir tənliyi deyək. V bərabərdir, misal üçün 40T üstəyənsin 8. Özümdən random atıram. İndi burada yenə T-nin qabağında nə durur? A durur. A 40-dır. V0 nədir? 8. Sadəcə yerin dəyişibdir. Biz modeli öyrənməliyik. Əzbərləməli deyilik. Elə birinci gördüyüm ədəd V0-dır. Xeyr. Sən modeli görməlisən. Model nə deyir mənə? Model də bizdə V0 plus nə deyir? AT-dir. İndi başqa bir misal çəkirəm. V bərabərdir 6 çıxılsın 3T-yə. Mənim burada başlanğıc sürətim V0-ım 6-dır. Təcilim isə -3-dür. Niyə -3-dür? Bu mənfi 3-ə aiddir. Çünki zaman mənfi olmur deyə. Mənfi zamana aid olanmaz. Qalır kim? 3. İndi 3-ə də aid olmasa, zamana da aid olmasa, bəs bu mənfi kim mənfisi oldu? Onda mənasız olur. Deməli, bu mənfi bizə kimə aiddir? 3-ə aiddir. Və yaxud da başqa bir D misalı çəkək. V bərabərdir -8 çıxılsın 4T-yə. Mənim burada başlanğıc sürətim -8-dir. Təcilim isə -4-dür. Düz? İndi yoldaşlar, həmişə o demək deyil ki, V0-ın qiyməti olmalıdır. V0-ın qiyməti 0 da ola bilər. Əgər V0 bərabər 0 olarsa, mən V bərabər V0 plus AT tənliyi yazıram. V0 0-sa bu getdi. Onda V nəyə bərabər oldu? A T-yə.
Misal üçün yazıram ki, V bərabərdir 8T-yə. Burada bizim təcilimiz 8-dir. V sıfırımız nəyə bərabərdir? 0-a bərabərdir. Yəni başlanğıc sürətim 0-dır. Və yaxud da V bərabərdir mənfi 12T-yə. Burada təcil mənfi 12-dir. Düz. Başlanğıc sürətim isə nəyə bərabərdir? 0-a bərabərdir. Başlanğıc sürət yoxdur. Başlanğıc sürətdə uşaqlar 0 olanda cisim sükunət vəziyyətindən başlayır hərəkətə. Sükunət vəziyyətindən hərəkətə başlayırsa, başlanğıc sürət 0-dır. Və yaxud da deyir ki, məsələnin şərtində deyir, avtomobil hərəkətə başladı. Hərəkətə nə etdi? Başladı. Düşünürəm ki, avtomobil hərəkətə başlayırsa, deməli hərəkət etmirdi ki, hərəkətə başlayır. Deməli bu avtomobilin başlanğıc sürəti nə qəbul olundu? 0 qəbul olundu. Aydın oldu? Biz sürət tənliyindən də söhbət etdik. İndi gəlin sürət zaman qrafikinə baxaq. Bayaq dedik ki, bizim sürətimiz V bərabər V0 plus AT-dir. Sürətimiz zamandan necə asılıdır? Xətti asılıdır. Düz. Xətti asılığa qrafik çəkirəm. Misal üçün V, bir dənə model çəkirəm. Bu formada. Bunu aparıram bura. Baxın, bu nöqtə zamanı 0-dır. Yadda saxlayın. V0 bərabər V0 sürəti, başlanğıc sürət cismin T bərabər 0 anındakı sürətidir. T bərabər 0 anındakı nəyidir? Sürətidir. Deyə bilərsiniz ki, müəllim, tutalım ki, V0 bərabər 10-dur. Necə ola bilər ki, zamanı 0 anında sürət 10 olsun? Zaman, saat, saniyə ölçən bizim əlimizdə, qolumuzdadır. Maşın hərəkət edir, müəyyən bir nöqtədə götürürəm. Maşın hərəkət elədiyi halda mən saniyə ölçəni start düyməsinə basıram. Maşın hərəkət elədiyi halda, misal üçün sürətin 10 olduğu halda saniyə ölçən başlayır 0-dan saymağa. Yəni belə baş verir bu. O saniyə ölçəni sənin nə zaman başlatmağından asılıdır. Deməli V0 yəni başlanğıc sürət dediyimiz bir şey T bərabər 0 anındakı cismin nə edir? Sürətidir. O zaman T bərabər 0 anındakı sürət bizdə nə olacaq? V0 olacaq. Bu qrafikin ucuna uyğun gələn zaman isə, sürət isə V, bura isə nə deyir? T'dir. Zaman 0 olanda, baxın bura. Zaman, bu zaman oxudu. Bu nə oxudu? Zaman oxudu. Zaman oxu nəyi ölçür? Zamanı ölçür. Elə bir xəttkeşdir, zaman xəttkeşidir. Zaman xəttkeşi nəyi ölçür? Zamanı ölçür. Düz, yazır bura saniyə ilə. Bu ox da sürət oxudur. Elə bir sürətin xəttkeşidir. Sürət xəttkeşi nəyi ölçür? Sürəti ölçür. Mən zaman oxunun üzərində zamanı axtarıram. Sürət oxunun üzərində isə sürəti axtarıram. Bu isə bizdə nədir? Qrafikdir. Bunlar koordinat oxlarıdır. Koordinat oxları və yaxud da sürət zaman oxu. Bu isə bizdə nədir? Qrafikdir. Düz yoldaşlar, bu oldu mənim V0'ım, bu oldu V. İndi buna bir dənə burada bir nümunə deyək. Tangens alfa söhbətini danışaq buradan. Mən bunu aparıram bu tərəfə doğru. Bu mənim alfa bucağımdır. İndi fikir verin, burada bir katet alındı. Mən bu katetin boyunu tapmaq istəsəm, bu katetin boyu sonu V-dir. Başlanğıcı nədir? V0. V çıxılsın V0 mənə bu kateti verir. Bu katet isə nəyə paralel durur? Zamana. İndi bizim təcilimiz A bərabər idi. V çıx V0 böl T'dir. İndi V çıx V0, baxın bura. V çıx V0 bucağın qarşısına duran katetdir. T isə bucağa bitişik olan katetdir. Qarşıdakı katetin bitişik kateti olan nisbəti bizə nəyi verir? Tangens alfanı verir. Deməli təcil VT qrafikində sürət zaman qrafikində alfa bucağının tangensi bizə nəyi verəcək? Təcili verəcək. İndi təcilin qrafikinə aid bir neçə dənə misal həll edəcəyik. Misal dediyim, yəni nümunə çəkəcəm də necə tapırıq edirik. Biri belə çəkirəm. Bura yazıram 10, bura yazıram 20, bura yazıram misal üçün 3. Bizim burada V0'ımız 10'a bərabərdir. Başlanğıc sürət 10'dur. Son sürətim 20'dir. Bu məndə V0'dır, bu V-dir. Zaman nəyə bərabərdir? 3'ə bərabərdir. Və yaxud da zaman 3 olanda sürət 20 olub, zaman 0 olanda isə sürət neçə olub? 10 olub. Düz. Başqa bir qrafik çəkirəm. Belə çəkirəm. Bu formada aparıram. Bura yazıram mənfi 20. Çünki 0'dan aşağı mənfidir. Bura yazıram 10. Bura yazıram 5. İndi baxın.
zamanın sıfırına uyğun gələn sürət və yaxud da belə deyirəm, sürət oxunda hara bitişib? Baxın, qrafikim, bax bu mənim nəyimdir? Bax, bu xətt bizdə nədir? Qrafikdir. Qrafik zaman oxunda hara bitişib? O bizdə başlanğıc sürətdir. Başlanğıc sürət -20-dir. Və zaman 5 olanda, zaman oxu üzərində zaman 5 olanda ona uyğun gələn inikas olan nöqtə 10 olur. Yəni t bərabər 5 olanda sürət neçə olur? 10 olur. T bərabər 0 olanda sürət -20-dir. T bərabər 5 olanda sürət nə olur? 10 olur. İndi mən bunun təcilini tapmaq istəsəm, A bərabərdir V çıx V0 böl T. Son sürət oldu 10. Başlanğıc sürət -20, yəni V 10'dur. Başlanğıc sürət, yəni V0 -20'dir. Zaman da 5'dir. Bu deyilir 30 bölünsün 5. Deməli, mən buradan tapdım ki, mənim təcilin bərabər oldu 35'e böləndə. 6 metr bölünsün saniyənin nəyi? Kvadratı. İndi gələk başqa bir nümunəyə. Məsələn, mənə VT qrafiki verib, VT qrafiki bu formada belə çəkirəm. Bura yazıb 30. Bu nöqtədə bitişib, bura yazıb misal üçün 3. Bu da bizim sıfırımızdır. Şagirdlərin ən çox çaşdığı yer. Baxın, T oxunda, grafikin T oxunda bitişdiyi nöqtə V0'dır. V0 30'dur. Yəni mənim bu qrafikim V oxunda hara bitişibdir? 30'a bitişib V oxunda. Bu nə oxudur? Sürət oxu. Deməli, mənim V0 nə qədərdir? 30'dur. İndi zaman 3 olanda, qrafikin nöqtəsi mənə nəyi göstərir? 0'ı. Zaman 3 olanda sürət nə olub? 0 olubdur. İndi mən bunun təcilini tapmaq istəsəm, V çıxılsın V0 bölünsün T'yə. Bu da eləyəcək 0 çıxılsın 30 böl 3. Mənfi 10 metr böl saniyə kvadratı. Təcilm nə oldu bizim? Mənfi oldu. Aydın oldu. Təcil burada nə olacaq? Mənfi olacaq. Və belə bir qrafik çəksək, VT qrafiki. Belə bir şey çəksəm, bura yazıram 40. Bura yazır 0. Burada misal üçün yazır 4. İndi baxın. Qrafik bitişdiyi nöqtə, yəni V0 40'dır. 4-cü saniyədə sürət yenə 40 olub. V də 40'a bərabərdir. İndi mən təcil tapmaq istəsəm, V çıxılsın V0 böl T. Bu da bərabər 40 çıxılsın 40 böl 4. Neçə elədi? 0. Bu da biz bilirik ki, düz xəttli bərabər sürətli hərəkətdir. Yəni burada sürət sabitdir. Qiymət və istiqaməti sabitdir. Qiymət və istiqaməti sabit olan kimi təcil nəyə bərabər olur? 0'a. Sürətin qiyməti və istiqaməti dəyişmirsə, təcil artıq nə olacaq? 0 olacaq. Təcilin yaranması üçün bu iki şərtdən biri olmalıdır. Ya sürətin qiyməti dəyişməlidir, ya da sürətin istiqaməti dəyişməlidir. Misal üçün, düz xəttli bərabər sürətli hərəkətdə düz xətt boyunca gedir deyə istiqamət dəyişmir. Və sürətin qiyməti də bərabər qalır deyə qiymət də dəyişmir. Təcil 0'dır. Amma çevrə üzrə hərəkətdə biz bilirik ki, çevrə üzrə hərəkətdə V belə yönəlir. Sürətin istiqaməti toxunan boyunca yönəlir. Düz. Bu nöqtədə aşağı yönəlir. Bu nöqtədə sola, bu nöqtədə yuxarı, bu nöqtədə sağa yönəlir. Burada da sürətin qiyməti sabitdir, modulu sabitdir. Qiyməti dəyişmir deyə təcil yaranmır qiymətə görə. Amma sürətin istiqaməti dəyişir deyə təcil yaranır bu hərəkətdə. Aydın ol yoldaşlar. Yəni və belə deyək, cisim məsələn əyri xəttli hərəkət boyunca hərəkət edir. Cismin trayektoriyası əyri xəttlidir. Avtomobil bu əyri xətt boyunca hərəkət edir. Əyri xətt boyunca hərəkət edirsə, avtomobil nöqtədən nöqtəyə istiqamətini nə edir? Dəyişir. Burada sürət də istiqamətini dəyişir deyə təcil burada nədir? 0'dan fərqlidir. Əyri xəttli hərəkətdə istənilən halda təcil 0'dan fərqlidir və çox halda təcilin yaranma səbəbi istiqamətə görədir. Çünki sürət istiqamətini nə edir? Dəyişir. Aydın oldu. İndi yoldaşlar, biz nə edirik? Deməli, gəlirik düz xəttli bərabər təcilli hərəkətli yer dəyişmə düsturları. Bərabər təcilli hərəkətdə yer dəyişmə nəyi? Düsturları. Deməli, əvvəl nə edirik? Keçirik standart hala. Düz xəttli bərabər sürətli hərəkətdə biz yer dəyişməni tapanda sürəti vururduq nəyə? Zamana. Düz xəttli bərabər sürətli hərəkətdə sürət zaman qrafikini çəkirəm. Bu bizim qrafikimiz. Bura T, bu da məndə V'dir.
İndi baxın. Görürəm ki, mən bu V-ni T-yə vuranda bu fiqurun nəyini alıram? Sahəsini alıram. Yəni S fiquru məndə V vur T-dir. Bəs V vur T nədir məndə? Yer dəyişmədir. Buradan nəticə çıxarırıq ki, VT qrafikində qrafik ilə zaman oxunun əmələ gətirdiyi sahə bizə yer dəyişməni verir. İndi buradan yol da tapa biliriz. Sadəcə yol söhbətinə girmirəm. Ümumi yol və ya yer dəyişməni verir. İndi keçirəm bərabər təcil hərəkətə. Bərabər təcil hərəkətdə VT qrafikini çəkirəm. Buyu götürürəm. Çəkdim VT qrafiki. Bu məndə V0. Bu 0. Zaman T olanda sürət də oldu bizdə nə? V. Burada sürət dəyişib də qiymətini. Düz? İndi yoldaşlar, bayaq dediyimiz məntiqə görə bu fiqurun sahəsi mənə nəyi verməlidir? Yer dəyişməni verməlidir. Baxın, bu necə fiqurdur? Fiqur necə fiqurdur? Fiqur bizdə nədir? Trapesiya. Trapesiyanın sahəsi bilirik ki, A üstəgəl B böl 2 vur T'dir. Yəni, oturacaqların cəmi böl 2 vurulsun nəyə? Üzr istəyirəm, hündürlüyə, haşa. İndi bizim oturacaqlar biri budur, biri də budur. Oturacaqlar biridir, trapesiyada oturacaqlar bir-birinə paralel olan tərəflərdir. Bu bizim nəyimizdir? Hündürlüyümüzdür. Bizim oturacağımız, balaca oturacağımız V0'dır. Böyük oturacağımız nədir bizdə? V-dir. Baxın, bu nəyə paralel duruldu? Göstərə bilmirəm əlimlə. Bunun paralel durduğu tərəf V-dir. Baxın bura. Rəngin dəyişim bura. Bu trapesiyanın bu tərəfi buna paralel durub. Deməli, bunun boyu nə qədərdir? Bu boyu nə qədərdir? V-dir. Bu tərəfi isə, trapesiyanın bu tərəfi isə, bu oturacağı isə V0 üzərinə düşübdür. İndi mən burada S fiqur bilirəm ki, mənə verir yer dəyişməni. Daha doğrusu, elə yazmayaq, daha dolğun yazaq. Bilirəm ki, məndə yer dəyişmə fiqurun sahəsinə bərabərdir. Fiqurun sahəsini tapmaq istəyəndə kiçik oturacaq, böyük oturacaq cəmləyirəm. V üstəyənsin V0 bölürəm 2-yə. Vururam. Hündürlüyüm nədir məndə? T. Vururam nəyə? T-yə. Sahə düsturun, trapesiyanın sahə düsturunu tətbiq edirəm. Nəyə? Bizim bu yer dəyişmənin düsturuna. İndi yer dəyişmənin düsturu yoldaşlar nə oldu? S bərabər V plus V0 böl 2 vurulsun nəyə? Bu düsturun birincisi. İndi ikinci düstur. Bilirəm ki, V bərabərdir. V'miz nəyə bərabər idi bizim? V0 plus A T'yə. Gəlib bu V-ni qoyuram V-də yerinə. S-in düsturunda yerinə qoyuram. Nə olur? S bərabər olur. V, baxın, yenə deyirəm. Baxın, V-nin düsturu bizdə bu deyildi. V-nin bu düsturunu gətirib qoyuram yerinə. Nə olur bizdə? V düsturu tam yazıram. V üstəyənsin V0 böl 2 vur T. Bu da bərabər. Bu V-nin yerinə yazıram. V0 plus AT üstəgəl V0. Bax, yenə deyirəm. Bunun nəyin yerinə yazdım? V-nin yerinə yazdım. Böl 2 vurulsun T-yə. İndi nə oldu burada? Burada nə baş verdi? V0, V0. Nə qədər oldu? 2V0. Üstəyənsin AT-yə bölünsün 2 vurulsun T. İndi bunu mən nə edirəm? Nə edirəm bunu? Parçalayıram bunu. Bax, bu hissəni var, parçalayıram bunu. Daha doğrusu T-ni hər ikisinə vuraq. Həm bura vuraq. Yazaq 2V0 T üstəyənsin. Bu T-ni həmçinin içəri vuraq. Xaricdədir, kəsirin xaricindədir. Oldu nə? AT-nin kvadratı böl 2. İndi 2V0 T-ni böləndə 2-yə olur V0 T. Üstəgəl AT kvadratını böləndə 2-yə olur AT kvadratı. Bölünsün nə? 2. Bu da mənim ikinci düsturum. Deməli, yoldaşlar, birinci düstur oldu. V plus V0 böl 2 vur T. İkinci düsturum oldu. V0 T plus AT kvadratı bölünsün nəyə? 2-yə. İndi üçüncü düstur. Bayaq dedik ki, A bərabərdir. V çıx V0 bölünsün T-yə. Bunun 1'dir. Bunları çarpaz vururam. A vurulsun T bərabər V çıxılsın V0. Mən burada T-ni tapmaq istəsəm V çıxılsın V0'ı
bölməliyəm nəyə? A-ya. İndi yerdəşmənin düsturunu yazıram. V üstəgəl V0 böl 2 vur T. Bu da bərabər. V üstəgəlsin V0 böl 2 vur bu T'nin yerinə. Bax, bu T'nin yerinə bunu qoyuram. Yəni yazıram nə? V çıx V0 bölünsün 2-yə. İndi nə olur? Daha doğrusu A-ya üzr istəyirəm. İndi bununla bunu bir-birinə vuranda A plus B vurulsun A minus B'nin B ifadəsidir. A plus B, A minus B'nin açılışı nə idi bizdə? A kvadratı çıxılsın B kvadratıdır. Müxtəsər vurma düsturu. Burada da V plus V0 vur V çıx V0'ın açılışı V kvadrat çıx V0 kvadratı bölünsün 2 nəyə? A-ya. Yəni yekun olaraq uşaqlar bizim düsturlarımız A bərabər V çıx V0 bölünsün T, V bərabər V0 plus AT. Bu bizim təcilin düsturu, bu bizim sürət düsturu. Yerdəşmənin düsturları biri V plus V0 böl 2 vur T. Trapesiyanın sahəsindən çıxdı. Bax yazıram bura. S trap, yəni trapesiyanın sahəsi buradan çıxartdım. Hardan gəldiyimi bilmək üçün gözəl bir şey yoxdur ki, bilirəm hardan gələr. O mənim üçün, artıq mənim üçün gizəmli olmur, gizli olmur, qaranlıq olmur. Bilirəm hardan gəlir. Onu bir neçə dəfə özüm məşq edirəm. Daha aydın, daha işıqlı olur, daha maraqlı gəlir iş. Sonra S bərabər oldu V0T plus AT kvadratı böl 2. Burada isə nədən istifadə elədim? V'nin yerinə V0 plus AT qoydum. Bax, bu düstur gətirib burada qoydum V'nin yerinə. Belə aldım. Üçüncü düsturumuz V kvadratı çıx V0 kvadratı böl 2A oldu. Burada isə mən T bərabər V çıxılsın V0 böl A istifadə elədim. Bu T'ni də hara qoydum? Bax, burada qoydum yerinə. 3 dənə bizim düsturumuz çıxdı. Nəyə aid düsturlar? Yerdəşməyə aid düsturlar. İndi bu bölmənin axırında, davamında biz hərəkətin istiqaməti haqqında, hərəkətin növü haqqında, bərabər yavaşlayan, bərabər yeniləşən, tormoz yolu, tormoz müddəti haqqında danışacağıq. Sağ olun. Əgər faydalı olsa abunə olub komment yazmağı unutmayın.